Salamlar, hər vaxtınız xeyir. Mən Günel Qacar, sizin ingilis dili müəlliminiz. Deməli, bugünkü videomuz imtahana az qalmış, bütün hər bir şey təkrar eləmək olsunmu? Və belə deyim, sizə əlbəttə bilirəm narahatsınız, biraz az qalıb, sayılı günlərimiz qalıb, amma ki imtahan 2-3 ildir eyni leveldə düşür. Artıq siz fevral ayında imtahana girmişsiniz və bilirsiniz ki, imtahan strukturları necədir. İmtahana girməyənlər isə narahat olmasın, bizim kanalda eyni şəkildə magistratura imtahanı necə düşür deyə bir video var, ona da baxa bilərsiniz və struktur haqqında artıq bilmiş olacaqsınız. Elə isə biz başlayaq təkrarımıza, ümumi təkrar eləyək və mən təkrarı DİM testindən 2025 testimizdən edəcəm. Təsadüfən açacağım, hansı test olursa onun ətrafında bir dənə ümumi şəkildə təkrar eləyək. Elə isə birinci başlayaq, görək nədən sıralama olaraq gəlir. Təbii ki, leksiklər gəlir, leksika ön plandadır, amma leksikanı bilmək üçün bizim sözlər bilməliyik. Sözlərimiz də sizə belə deyim ki, B1 leveldə təxminən düşür, B1, B1 plus kimi nəzərdə saxlayaq. Əgər sözləri bilsəniz, leksikanı yaxşı bilərsiniz. Mən istəyirəm biraz qrammatikadan da gedək və təbii ki, birinci gələcək pronoundursa, mən istəyirəm axırlara doğru gedim və biraz daha çətinlər hardadırsa onları təkrarıya və arxasına gedək. Ümumiyyətcə gördüm bir test. Deməli, törəmələri yadımızda saxlayaq. Törəmələr hansılardır? Mən belə qısa-qısa deyəcəm və ümumi hamısını çatdırmaq istəyəcəm. Ona görə də hamısını dəftərə qeyd eləyin. Yaxşı, mən dedikcə siz yazın. Ümumiyyətcə törəmələr hansılardır? Samın törəməsi var, N'nin törəməsi var, ever'in törəməsi var, no'nun törəməsi var. Yaxşı, başlayaq görək samın törəmələri hansılardır? Someone, somebody, something, somewhere. Kimsə, nəsə, harasa. Məsəl üçün, qapının o tərəfində kimsə var. There is somebody. Yaxşı mı? Deməli, öyrəndik. Someone, somebody. İndi mən bundan bir neçə şeyi təkrar eləyəcəm. Something və somewhere. Dostlar, deməli bu kimsə, bu eyni şeydir. Kimsə, nəsə və harasa deməkdir. Və bunun təbii ki, biz samın qaydasını bilirdik ki, sual və inkar olanda cümləmdə sam any'yə çevirir, elə deyil. Ona görə mən bunun törəmələrində yazım anyone, anybody, anything və anywhere. Tərcümələr yenə eynidir, ha. Bax, birdən deyərsiniz, bu heç kim deməkdir. Yox, heç kim deyil. Heç kimləri burada yazıram. No one, nobody, nothing və nowhere. Baxın, heç kim bu deməkdir. Çox adam belə qarışdırır, ona görə anyone'ı götürür, heç kim kimi tərcümə edir və testin variantı səhv çıxır. Avtomatik sizə DİM-in hilələrini deyəcəm mən bununla da. Deməli, bu da kimsə deməkdir. Sadəcə cümləmdə inkarlıq və yaxud da suallıq olarsa, cümlədə anyone-a, anybody'yə, anything-ə çevrilir, gedir orada. Yəni, bir də inkardan sonra gələrsə ya, inkarın əvvəlində yox. Çünki tutaq ki, not var, not hissəciyi var, inkarlıq düzəltdim. İnkardan sonra olarsa artıq something-ə çevriləcək. Bir də bunun digər törəməsi var. Everyone, everybody, everything və everywhere. Yaxşı. İndi xüsusiyyətlərini dedim ki, təsdiqdə olacaq, sual və inkarda bu olacaq. Bu arada if və without olan cümlələrdə də n olur. Unutmayın, if-lə heç belə adama qəribə gəlir ki, if-in nə əlaqəsi, bəs bu sual inkardaydı. Əgər cümləniz if-lə, yəni terminoloji dillə desəm, şərt budaq cümləsi ilə başlayırsa, termini neyinirsiniz? If-lə başlayırsa, burada n-nin törəmələrini yazın. Eyni şəkildə without. Without-da yenə bir növ elə bilin ki, inkara aparır da, yəni sanki. Ona görə də törəmələr, yəni n olacaq və yaxud da n-in törəməsi. Samla n-nin, samın törəməsi ilə n-in törəməsinin arasındakı fərq nədir? Sam və n-i, sadə sam və n-i isim istəyir özündən sonra. Məsəl üçün, bəzi dayandım, bəzi nə? Qaldı belə. Bəzi insanlar, bəzi pişiklər və bu bəzi pişiklər çox nadincdir. Burada mən nə deyəcəm indi? Some cats
Amma bunlardan sonra deməli, törəmələrdən sonra nələr gəlməyəcək? Qaydamız çox önəmlidir. Törəmədən sonra ismi gətirməyəcəm. Sanki belə deyirəm də, kimsə pişik, nəsə pişik, kimsə insan. Acaba bu cümlə də uyğunlaşmır axı. Ona görə də mən bunu yaza bilmərəm. Yəni törəmələrdən sonra ismi yaza bilmirəm. Sonra gəldim bu no'ların xarakterinə. O qədər dik başdılar ki, deyirlər ki, yox, mən inkar istəmirəm, başqa olmaz. Başqa bir inkar gətirə bilmərəm. Yəni no'nun törəmələri inkarlıq bildirdiyinə görə başqa bir inkar gətirməyəcək. Unutmayaq bunu. Amma üzü yola evrilər. Deyir, hər şeydə gələrəm. Mənə problem yoxdur. Ay, sualdır, inkardır, təsdiqdir, nə bilim nədir, vecmə deyil. Tək mənim tərcüməmi düzgün yazın. Bunlar belə oldu, götürdü, özündən sonra isim gəlmədi və özündən sonra tək xəbər olacaq. Bunu unutmayın. Xüsusən də everyone, everybody tərcüməsi hamı deməkdir. Hamı, hər şey, hər yer. Deyil ki, özündən sonra xəbəri necə tək gətirim, amma özündən sonra xəbər tək gələcək və bir də unutmayaq ki, özündən sonra of'u gətirməyəcək. Çünki of törəmələrdən sonra gəlmir. Yəni somebody of biraz isim istəyərdi axı. Ona görə də yaza bilmirəm, götürmürəm. Və of'u istəməyən başqa şeylər də var. Of'u istəməyən, mən biraz söhbətdən söhbətə hoppanıram, məni izləməyi bir dənə full diqqətlə olun ki, çünki unuda bilərsiniz. Deməli, every vara, təkcə every, o da özündən sonra of'u istəmir. Bu no vara, no da özündən sonra of'u istəmir. Yəni, no və every, bir də törəmələr özündən sonra of'u istəməyəcək. Unutmayaq bunu. Yaxşı. Bu oldu mənim törəmələr. İndi bu boyda törəmə danışdım. Gərək görək nə olar? Məsəl üçün, səhifə 30 əgər kitabınız varsa, səhifə 30, 31-ci testə baxıram. 31-ci testdə nöqtələrdən sonra of verilib. Baxın, nöqtədən sonra of verilib. Variantında mən artıq törəmə varsa bunu çıxardaram. Gəlin heç ona yox. Şeyə baxaq, 32-yə baxaq. Yox, 33-ə, üzrü sayın. 33-ə baxaq, bugünkü dərsimizdən əlaqəli olsun. Baxın, 33-cü cümləni mən sizə deyirəm. Nöqtələrdən sonra yazıb ki, is on this table. Sonra deyir ki, I have taken ... away. Yaxşı, mən bu cümlədə... Yox, ürəyim rahat olmayacaq. Mən gərək bunu yazım. Yazım ki, siz bunu rahat görərsiniz. Dedim, biraz tez-tez eləyək ki, o bir sərə çatım. Amma yenə də belə yazıram. Is on this table. On this table, I have taken ... away. İndi mən burada baxıram. Burada gördüm ki, nöqtələrdən sonra is var. Xəbərim bu arada təkdədir. Xəbər təkdədir, variantlara baxıram. Everything, anything, something, nothing, hamısında törəmədir. Törəmənin xəbəri tək olar? Olar. Heç bir problemimiz yoxdur, xəbərdən bir sorun yoxdur. Sonra gəldim indi nəyə? Tərcümə istəyir bu arada bu testlər. Deyir ki, stolun üstündə indi ya hər şey var, ya nəsə var, ya da heç nə yoxdur deməliyəm stolun üstündə. İndi mən burada baxıram, I have taken, mən götürmüşəm, away kənara deməkdir. İndi stolun üstündə deyərəm ki, nothing is on this table. Baxım görüm, yoxdur, elə bir variant. Y variantında var nothing, Y variantında. O bir tərəfində də anything var. Yaxşı, məsəl üçün Y variantı bu uyğunlaşmır. Niyə uyğunlaşmır? Birinci tərəf uyğunlaşdı ki, stolun üstündə heç nə yoxdur. Mən götürmüşəm, bayaxa dediyim şey, tərcümədən düzgün eləməsəz Y variantını götürərsiniz. Amma anything, nəsə götürmüşəm olmaz axı. Yəni, belə uyğunlaşmadığına görə mən burada yaza bilmirəm. Sonra digər variantımda, B və C variantında, B və C variantı. Birinci anything-lə başlayır. Anything-lə cümlə başlamanız axı dilin qaydasına görə. Bu arada anyone, anything belə danışıqda gətirə bilərsiniz. Hətta kitablarda, tekstlərdə görərsiniz. Amma qaydamız əsasında cümlədə sual və inkarlıq heç nə yoxdursa, mən any-ni yaza bilmərəm. Ona görə anything on this table olmur. B və C variantı getdi. Qaldım A və D arasında. A-ya baxıram. A-nın
Everything is on this table. I have taken nothing away. A variantının bir dənə tərcüməsinə baxaq. Everything və o bir tərəfdə nothing var. Görün necə uyğunlaşır. Deyir ki, stolun üstündə hər şey stolun üstündədir. Everything on this table. Hər şey stolun üstündədir. I have taken nothing away. Mən heç nə götürməmişəm. Yəni, mən indi deməyə çalışdığım budur ki, tərcüməsini düzgün bilməlisiniz, qaydaları da düzgün bilməlisiniz. Bu da olur mənim əvəzlikdən qısa bir qeydim. Sonra digər əvəzlikdən qaydalarıma, bir tane baxın, burada çoxdur, o qədər çoxlu əvəzlik var ki, mən də istəyirəm biraz sizə kömək edeyim ki, ümumi nə düşə bilər. Dostlar, baxın, bozlar var, ayzələr var. Gəlin bir dənə qısaca onu gedim. Mən qısa bir şəkildə o əvəzlikləri təkrarlayayım ki, sizin də yadınızda qalsın, sonra da keçim o bir dərsə. Bir videom yeni olacaq. Səhv etmirəmsə 4-cü gündür, yenə də dəqiqləşdirib sizə deyərəm. Orada da yenə qalan dərsləri izah eləyərəm mən sizə ki, ümumi şəkildə hamısını yadınızda saxlamış olarsınız. Gəlirəm, baxın, belə çoxlu əvəzliklər yazacağım. Each, every, each of, every of yoxdur, bayaqlar dedim, ona görə yazmıram mən onu. Sonra either, either, hansı tələffüzü istəsəz elə deyə bilərsiniz. Either of, məndə Amerikan aksentini biraz götürür deyə either deyəcəm, amma either və yaxud da either də olar. Speaking hələ imtihanımız yoxdur deyə kef eləyin. Sonra keçirəm both, both of. Ondan sonra, bax, məsəl üçün, burada neither var, neither of var. Daha sonra görüm nələrimiz qaldı. İndi mən bunlarla geçsəm əgər. Test gördüm çoxlu, dedim bunları yadda saxlayın. Hər birinin özünün öz istəyi var. İsimləri fərqli cür istəyir. Each tək isim istəyəcək. Every tək isim istəyəcək. Əzbərləyək məndən bir yerdə. Each of cəm isim istəyəcək. Either tək isim istəyəcək. Either of cəm isim istəyəcək. Both da cəm isim istəyəcək. Both of da cəm isim istəyəcək. Neither tək isim. İndi mən belə dedikcə deyirsiniz ki, yadımda necə saxlayım. Bir-iki dəfə təkrarlasaq yadınızda qalacaq. Yaxşı, indi mən baxsam bunlar əsasında. Deməli, tərcümələrini də bilməliyik bu arada ya. Bunların hamısının biraz qarışıq hissələrdir. Each tək isimdir. Yəni, özünü sonra tək gətirəcək. Each person, each student, each book, məsəl üçün. Tək isim istəyəcək, every də eyni şəkildə və unutmayaq, bunlar əgər ismi gətirirsə, arxası əgər mübtəda olursa, təbii ki, mübtəda olursa xəbər ondan asılıdır, düz demirəm. Yəni, özündən sonra each, every isim gətirir, əgər mübtəda olursa, xəbər ondan asılıdır və xəbərim tək olacaq. Xəbər tək. İndi dostlar, tərcüməsini deyim, yadınızda qalsın. Each, every hər bir deməkdir. Hər qələm, hər marker. Hər marker bir dənəsini nəzərdə tuturam da, düz demirəm. Ona görə eachdən sonra tək isim, everydən sonra tək isim. Təbii ki, mənim markerim tək olduğuna görə də xəbərim tək olacaq. Çünki each deyirəm, bir deyirəm. Amma each of olarsa, bu çox şeydən birini nəzərdə tuturam. Yəni, markerlərin hər biri. Markerlərin, çünki of-ın indi axı, məndə nə istəyir? Markerlərin hər biri. Yaxşı, indi sizə belə bir şey desəm ki, bu markerlərin hər biri deyirəmsə, görürsünüz yenə mübtədam təkdədir. Ofun əvvəli təkdədir. Ümumiyyətcə, xəbər ofun əvvəlindən uzlaşır. Təkdədir, sonunda nə gətirəcəm? Tək xəbər. Either, either of. Either ikisindən biri deməkdir. İkisindən hər hansısa biri. Yəni, either özündən sonra tək isim gətirəcək. Amma iki. Bunu mən bir dənə burada belə yazıram, iki sözünü. Çünki çoxluğa aidiyyatı yoxdur. Yəni, üç şey göstərilirsə, either və yaxud da both gətirə bilmərəm. Çünki bu iki deməkdir. İkisindən hər hansısa biri, ikisindən biri qırmızıdır. Deməli, either özü tək olsa tək isim gələcək. Əlbəttə ki, tək xəbər olacaq arxasınca.
Either of da, of dedi yaxı özündən sonra sözü istəyir və cəm isim istəyir. Deyirəm ki, iki markerdən, burada cəm gətirəcək, of olarsa cəm gətirəcək, xəbərim yenə tək olacaq. Niyə? Çünki iki markerdən biri deyirəm yenə. Buna görə tərcüməmiz olur, of xəbər təkdə. Yaxşı, bəs desəz ki, içlə Ayzənin fərqi nədir? Belə bir qəbul testi var idi. Deyir ki, qızlar, mənim çətrim yoxdur. İkinizdən biri mənə çətir verə bilər. Baxın, burada siz söhbəti anlamalıydınız ki, hər biriniz mənə çətir verə bilər, uyğunlaşmır. Sizdən orada bir dənə Y variantda belə bir şey də var idi, Nayzə də var idi. Nayzə nə deməkdir? İkisindən heç biri. İndi mən gəlib sizə deyirəm ki, qızlar, mənim çətrim yoxdur. İkinizdən biri mənə çətir versin, yaxud ikinizdən heç biri mənə çətin versin. Görün necə mənasız gəlir. Çünki Nayzə ikisindən heç biri deməkdir. Ona görə də mən orada bilməliyəm ki, ikinizdən biri mənə çətir versin. Variantım boz olsaydı, mən onu səhv götürə bilməzdim. Yaxşı ki, variantda boz yox idi. Çünki deyirəm ki, hər ikiniz mənə çətir versin. O da uyğunlaşmır da. Yəni, iki nəfər mənə çətir verməyinə, o da logical uyğunlaşmır. Amma variant yoxdur, çünki qrammatik ola bilərdi. Qrammatik düzgünlük ola bilərdi. Yenə deyəcəm? Deyəcəm ki, ikinizdən biri mənə çətir versin. Amma digər variantımda Nayzə də vardı. Halbuki istədikləri, tələb etdikləri eyni şeydir. Tək isim, tək xəbər. Nayzə ofda, Ayzə ofda, cəm isim, tək xəbər. Boz isə özündən sonra cəm isim gətirir və arxasınca cəm xəbər. İndi bunun da məntiqini izah eləyim. Niyə görə cəm xəbərdir? Çünki boz hər ikisi deməkdir. Deyirəm ki, hər ikisi markerdir. Hər ikisi və ikilik göstərir, cəmlik göstərir. Hər ikisi markerdirsə deyə bilərəm both of, tutaq ki, are pens. Both of them, onların hər ikisi. Both, tutaq ki, pens are, tutaq ki, qara rəngdədir, are black. Strukturu əzbərlədik. Bunların tələbləri çünki var. Və belə gətirirəmsə, gəlin bir testə baxıram. Səhifə 30-da 24-cü testdə. Here are two boxes. Burada deyir ki, buyurun iki qutu. Aha, ikilik var. Görün mənə nəsə bir şey eləyəcəkmi bu? Bəli, variantlarıma baxıram. Ayzə var, Nayzə var, boz var, iç var. Qəşək yazım, bunu mən yazım. Belə mən tələffüz eləyəndə birdən bilmərsiniz, başa düşmərsiniz. Siz bunu yazdınızsa, yazmamışsınızsa videonu bir damcı əvvələ edirsiniz və orada dayandırıb təzədən screenshot edirsiniz və yaxud da təkrarlayırsınız. Deməli, belə bir cümlə yazım mən ora. Əslində mən xəbərlərlə cavabı bildim artıq. Yəni, burada xəbərlər çox rol oynayır. İndi, bilirsiniz necə, testi tanımaq çox önəmlidir. Yəni, mən varianta baxmadan testi artıq bildim ki, dil məndən nə istəyəcək. Yəni, burada hansı tələbi olacaq deyə. Ona görə onları bilmək çox qəşəngdir. Siz də o qaydaları əzbər bilsəz, əslində biləcəksiniz. Both. B variantını yazıram. Neither both. Nəsə? Oy. Bir dənə Güney xanıma yazında şeydir ki, 10 dəqiqə qoşulacaq, 10-15 dəqiqə. Deməli, sonra C variantına baxıram. Both. Sonra baxıram D variantı. Neither. Every. Sonra each.
və ol. İndi bu variantlar əsasında geçsəm. Deyirəm ki, burada 2 dənə qutu var. Oy, mikrofonu qoyun belə. Burada 2 qutu var. Here are 2 boxes, but one of them. Of'u gördünüz mü? Of var. Cəm isim var. Tək xəbər var. Cəm isim tək xəbər. Baxıram, elə either of da cəm isim tək xəbər, both of da cəm isim tək xəbər, neither da, each də cəm isim cəm xəbərdir. Burada heç bir struktur problemi yoxdur. O bir tərəfə baxıram, görüm orada mən qrammatik cəhətdə nə isə çıxardaram mı? Of var. Cəm isim var. Və burada cəm xəbər var. Bayaq elə bilin ki, riyaziyyat dərsidir, yəni düsturu yerinə qoyuram. Cəm xəbər istəyən ümumiyyətcə evrinə baxın, evdən sonra of gəlməz. Mənim avtomatik bir variantım getdi. Amma qalanların hamısı düstura uyğundur. Düstura uyğundursa tərcüməyə gedirəm. Deyirəm ki, burada 2 dənə boxes, qutu var. Lakin onlardan ya ikisi, ya biri, ya heç biri balacadır. Both of them are large. İndi bir dənə baxın, mən tərcüməni yerinə qoyum, görün düzgün uyğunlaşırmı? Deyirəm ki, burada 2 dənə qutu var. But neither of them is small. Onlardan heç biri, neither of heç biridir. Onlardan heç biri balaca deyil. Nə olsun ki, is not deyil. Axı neither inkarlığı bildirir. Demişdi axı of olmaz, başqa bir inkar olmaz. Deyirəm ki, neither of them is small. Onlardan heç biri balaca deyil. Hər ikisi böyükdür. Və mən buradakı but mənə cümləmi kömək elədi ki, cümləmdə başqa bir ziddiyyətlik var. İndi mən baxıram, either görün tərcüməsi necə uyğunlaşmaz. Onlardan ikisindən biri balaca deyil, hər ikisi böyükdür. Hər ikisi balaca deyil, hər ikisi böyükdür. Onlardan biri balaca deyil, hamısı böyükdür. Çox mənasız olur. Ona görə də mən yazıram, heç biri balaca deyil, hər ikisi böyükdür. Yeni cavabım olur B variantı. Yaxşı, bir dənə də bir şeyi təkrarlayaq və mən bugünkü videonu tamamlayayım. Gələn dəfəkində isə zamanlar və passivləri təkrarlayarıq. Əsas sualları düşən hissələrdə. Qısa qeydlər verim əvəzlikdən. Deməli, ümumiyyətcə yazırsınız ki, yadda saxlayırsınız ki, ofun deyəcəm indi, buradan bunu silin. Bu təmizlənsin. Qısa yazıram. Nan özündən sonra isim istəmir. Nan isim istəməyəcək. Amma none of özündən sonra, bu arada bunu mən testlərin əsasında deyirəm, cəm isim tək xəbər əslində özünün əvvəlki isimdən asılıdır, amma nəysə belə yadda saxlayaq. None of isə cəm isim tək xəbər gətirəcək. No var ha, bax bu no. Çox düşür ha. No özündən sonra eni istəmir. Özündən sonra of istəmir, bayaqlar dedik. Özündən sonra article istəməyəcək. Yəni bunlar ehtiyatlı oluruq. No of, no any, no article olmaz. No an, article olmaz. Sonra baxın, başqa nələr var. Törəməni bildik, anything'i bildik, ası bildik. Elə də little'lara baxıram. Deməli, a few, a little'lar var. İndi a few özündən sonra cəm isim istəyir. Amma a little isə özündən sonra sayılmayan isim istəyəcək. Unutmayaq, deməli, a few özündən sonra cəm isim, a little isə sayılmayan isim istəyəcək. Tərcüməsi az deməkdir. Az. A few, az. Aralarındakı fərq artıq qəbullara çox rastlaşmırıq, amma yenə də yadda saxlayaq ki, a few-dən birazca böyük anlayışdır. A little da tərcüməsi az deməkdir. Çünki bəzən bunları match meni ilə uyğunlaşdırırlar. Match və meni qaydası ilə. Deyirlər ki, tutaq ki, antonimi tabs, tutaq ki, variantlarda bayaqki kimi tərcümə variantı olur. Sonra baxım nəyə deyəcəm.
Əvəzlik demək olar ki, bax bu hissələrdə qrammatikal, yəni qəbula nələr düşə bilirsə, onlar haqqında qısa bir təkrar elədik. İndi isə digərlərində zamanlar və passivləri də eləyəcək. Bir də söz önləri qısa-qısa deyərəm, onları da yadımızda saxlayarıq və bununla da bizim işimiz bitər və siz də qəbula tamamilə rahat gedərsiniz. Çünki zamanlar da keçən dəfə də düşmüşdü. Hətta orada bir zaman var idi qəbula düşən hədd qaydası. Yəni hədd qaydası hamını qarışdırırdı. Mən onu gələn dəfə deyim, siz bunları rahat eləyin, hətta testləri yazın, rəylərdə yazın ki, hansı testləri eləmişsiniz, hansılarda probleminiz var. Gələn dəfə də mən zamanlarda o hissələri qeyd eləyərəm sizə. Elə isə hamınıza uğurlar arzu edirəm əzizlərim. İnşallah ki, kömək olmuş olarıq sizə. Görüşərik. Hələlik.